Aziz ve büyük Cənubi Azərbaycan millətin buradan salamlayıb və onlara yollarında iftixar və başarılar arz edirəm. Əziz soydaşlarım, elə ki bilirsiniz, İranın şovinist və faşist hakimiyyəti Azərbaycanın milli hərəkatına qarşı yeni planlar hazırlayıb və o planların birisi traktor takımın və stadyumları kontrol etməkdir. Elə ki, istirlər hətta traktor takımın Asiyanın şampiyonluq ligində həsb etsinlər və daxili ligdə aşağı rədələrə göndərsinlər. Onlar elə sayırlar ki, stadyumları və traktor takımın kontrol etsələr, Azərbaycanın milli hərəkatına eləyə bilərlər bir zərbə vursunlar. Ancaq şovinistlər və fars faşistləri bundan qafildilər ki, Azərbaycanın milli hərəkatı sadəcə bir futbol takımına ya stadyumlara məhdud deyil və bütün Azərbaycan, Cənubi Azərbaycan ərazisi Azərbaycanın milli hərəkatının səhnəsidir və səhnəsi olacaqdır. Bütün münasibətlər, Babək Qurultayı, təbiət günü və siyasi münasibətlər Azərbaycanın milləti tərəfindən etiraz və hərəkət səhnəsinə çevrilib və çevriləcəkdir. Ən yaxın münasibət təbiət günüdür ki, yəqinimiz vardır, yenə də Azərbaycanın böyük milləti Urmu gölünün ətrafında yığışıb və Urmu gölün gündəmə gətirib və onun kənarında Azərbaycanın, Cənubi Azərbaycanın millətinin istəklərin və mütalibatın mətrəh edəcəklər. Milli mütalibat, milli istəklər hər münasibətdə səslənəcək və bu səs heç zaman sönməyəcəkdir. Siyasi münasibətlərdə Xordad ayının, Xordad qiyamının il dönümünün gəldiyi zaman fars faşistlər və şovinistlər Azərbaycan, Cənubi Azərbaycan millətinin gücün yenə də yaxından görüb və onu hiss edəcəklər. Və Azərbaycanın milləti yenə də gəlib öz istəklərin, milli mütalibatın və istəklərin səslənib və onu dünyaya bildirəcəklər. Bundan öncə də demişdik ki, traktora və stadyumlara qarşı təxribat ki, Azərbaycanın milli fəalları o fəzalardan istifadə edir. Əgər onlar təxribata məruz qalsalar, həqiqətən hakimiyyət odla oynayır və bu od bütün Cənubi Azərbaycana yayılıb və faşistləri və şovinistləri bu alovlar öz içində bürüyüb və yandıracaqlar. Bizim bir şuarımız vardı ki, bir kere qalxan bayraq bir daha yerə düşməz və gördük ki, bu bayraq bir daha qaldırıldı və Səhənd stadyumunda bir bənir şəklində özün göstərdi ki, Cənubi Azərbaycan İran deyil və hakimiyyət edə bilər, bu odla oynamaqla özün məşğul eləsin, ancaq bu od hakimiyyəti şovinist və faşist hakimiyyəti yandıracaq və heç edəcəkdir. Hər qapı ki, Azərbaycanın böyük millətinin üzünə bağlansa, Azərbaycanın böyük milləti yeni yollar bulub və yeni qapılar açacaq. Öncədən də geniş və öncədən də güclü. Gələcək bizimdir, yaşasın Azərbaycan.